Mən də bir də hamını salamlayıram. Xoş gördük. Və son yeni otağında söylədiyim kimi daha çox çalışmaq lazımdır. Biraz özümüzə əziyyət vermək lazımdır. Qarabağda bu Çempionlar Liqasında uğurlar arzulamaq istəyirəm. Yəni, belə. İnanıram ki, azarkeşlərimiz, futbolçularımız hamının bir fokusu var ki, Gəncədə böyük futbol olmalıdır, yaşayacaq. Biz də öz nə bacarıqsa onu edəcəyik. Amma əminliklə deyə bilərəm ki, bugünkü gündə, 3 gündə bəlkə də biraz başqa cür çıxar, amma bugün başqa oyunlara nisbətən daha çox emosiya var idi, daha çox istək var idi. Yəni bunu artırıb öz istəyimizə çatmaq istəyirəm. Allah ki, biraz sual iki tərəflidir əslində, amma mənə elə gəlir ki, o məğlubiyyətlər biraz futbolçularda psixoloji durumu aşağı salmışdır. Bugün sadəcə hər bir futbolçu ilə necə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik, bəlkə də onun təsiri idi haradasa. Əslində qalanda planımız var idi, amma komandan formalaşmaq deyəndə demək olar ki, bütün oyunlara baxmışıq və mənə elə gəlir ki, həm fiziki duruma, həm taktiki planda daha çox işimiz var. Bəlkə də həmin oyun bizə həm kömək edə bilər, həm bizim ziyanımıza işləyə bilər. Bu yaxın vaxtda o barədə, yəni bugün demək olar ki, fikirləşəcəyik o barədə ki, qərarımızı verək yoxsa yox. Çünki hər bir futbolçu bizim üçün çox vacib bir gündür. Həmin o yoldaşlıq görüşündə kimsə itirə bilərik, kimsə qazana bilərik, amma düşünürəm ki, itirməmək ehtimalı daha çoxdur da. Yəni ona görə daha çox variant seçəcəyik. Çox sağ olun.